Göyçayda Vətən müharibəsi şəhidi Ülvi Ağayevin anım mərasimi keçirilib. Bugün Göyçay rayonunda Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan rayonun 20-ci şəhidi Şahsultanlı kənd sakini Ağayev Ülvi Valehoğlu'nun anım mərasimi keçirilib. Ənənəyə sadiq qalaraq tədbir şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Çıxış edənlər qəhrəman şəhid Ülvi Ağayevin döyüş yolundan göstərdiyi igidlik və fədakarlıqdan danışıblar. Onun vətən qarşısında göstərdiyi xidmətlər xüsusi vurğulanır. Mərasimdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, şəhid ailələri, rayon və kənd ictimaiyyətinin nümayəndələri, məktəblilər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Ülvi Ağayev 1993-cü ilin martın 9-da Göyçay rayonu Şahsultanlı kəndində anadan olub. Azərbaycan ordusunun əsgəri olan Ülvi Ağayev 2020-ci ilin sentyabrın 27-sində başlayan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 8-də Ağdərə istiqamətində şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ülvi Ağayev ölümündən sonra vətən uğrunda cəsur döyüşçü və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif olunub. Mərasim zamanı məktəblər vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüblər. Daha sonra kənd sakinləri 1-ci Qarabağ müharibəsi şəhidi Məhiyev Əlif Ağa Nadiroğlu'nun məzarını da ziyarət edib, ruhuna dualar oxuyublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.